Elm və Təhsil Nazirliyi ilə Microsoft arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrində rəqəmsal transformasiya işləri davam etdirilir. Sumqayıt TV xəbər verir ki, layihə çərçivəsində Sumqayıt Dövlət Universitetində Microsoftun lisenziyalı rəqəmsal həlləri istifadəyə verilib. Nazirlikdən verilən məlumata görə, həyata keçirilən əməkdaşlığın əsas məqsədi universitetlərin müəllim, tələbə və inzibati heyətin müasir rəqəmsal alətlərə çıxış imkanlarını genişləndirmək, tədris və idarəetmə prosesinə innovativ texnologiyaların tətbiqini sürətləndirməkdir. Qeyd olunub ki, ümumilikdə 20 ali təhsil müəssisələrinin Microsoft platforması ilə təmin olunması nəzərdə tutulur. Hazırda Sumqayıt Dövlət Universiteti daxil olmaqla bir sıra ali təhsil müəssisələrində bütün texniki və təşkilati işlər yekunlaşdırılıb. Məlumata əsasən, Microsoft Copilot kimi süni intellekt əsaslı alətlər müəllimlərə dərs planlarının hazırlanması, tədris materiallarının yaradılması və qiymətləndirmə prosesində əlavə imkanlar tətbiq edir. Bunun tədris keyfiyyətinin artmasına və müəllimlərin iş yükünün optimallaşdırmasına töhfə verəcəyi bildirilir. Nazirlik hesab edir ki, layihə ali təhsil müəssisələrində rəqəmsal bacarıqların inkişafı və innovativ texnologiyaların tədris mühitinə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Gülnar Kərimova, Sumqayıt TV.